Keçmiş Sovet İttifaqının memarlıq simvoluna çevrilən binaların mərtəbə sayı təsadüfi deyil. Şəhərləri bürüyən bu standart hündürlüklərin arxasında həm insan sağlamlığı, həm də ciddi dövlət qənaəti dayanırdı. 1950-60-cı illərdə sürətlə tikilən xruşşovkaların 5 mərtəbəli olmasının əsas səbəbi liftdir. O dövrün tikinti standartlarına görə 5 mərtəbəyə qədər olan binalarda lift quraşdırmaq məcburi deyildi. Liftin quraşdırılması və ona xidmət göstərilməsi çox baha başa gəldiyi üçün dövlət büdcəsinə qənaət məqsədilə binalar 5 mərtəbədə saxlanılırdı. Tibbi araşdırmalar göstərirdi ki, sağlam bir insan lift olmadan maksimum 5-ci mərtəbəyə qədər pilləkənlə çıxa bilər və bu, onun səhhətinə ciddi zərər vurmaz. Daha sonra tikilən 9 mərtəbəli binaların hündürlüyü isə təhlükəsizlik qaydaları ilə bağlı idi. O dövrün standart yanğınsöndürən maşınlarının pilləkənləri maksimum 27-28 metr hündürlüyə çata bilirdi. Bu isə düz 9 mərtəbəli binanın sonuncu mərtəbəsinə bərabər idi. Əgər bina 10 və ya daha çox mərtəbəli tikilsəydi, həm yanğın təhlükəsizliyi üçün xüsusi tüstü soğurma sistemləri, həm də mütləq şəkildə 2 lift, biri yük, biri sərnişin üçün quraşdırılmalı idi. 9 mərtəbəli binada isə bir lift kifayət edirdi. Sovet rəhbərliyi qısa müddətdə milyonlarla insanı evlə təmin etməli idi. Buna görə də memarlıq gözəlliyi deyil, funksionallıq və sürət ön plana keçdi. Binalar zavodlarda hazırlanan beton bloklarla konstruktor kimi yığılırdı. 5 və 9 mərtəbəli qəliblər standart olduğu üçün tikinti həm ucuz, həm də rekord dərəcədə sürətli başa gəlirdi. Bu binaların mərtəbə sayının aşağı olması həm də o dövrün şəhərsalma planına uyğun idi. Binalar arasında böyük məsafələr qoyulurdu ki, otaqlara günəş işığı rahat düşsün və uşaqlar üçün geniş oyun meydançaları qalsın.